Bir sual verim, sonra 5 dəqiqə sizə vaxt verəcəm danışın. Gəlin. Türkiyə nüvə silahı əldə eləməz istəsə və sabah ona Amerika çıxıb desə ki, Türkiyənin nüvə silahı istehsal eləmək üçün hüququ yoxdur və biz də İsrail-Türkiyə münasibətlərdə qarşı durmadadır. Siz Türkiyənin mi yoxsa Amerika-İsrailin mi yanında duracaqsınız? Belə. Onda eyni sual mən sizə verirəm. Sabah Ku Klux Klanın bir üzvü gəlib Amerika prezidenti olsa, o nüvə silahlarının axırı nə olacaq? Mən deyirəm sizə necə olacaq. Bu sual bilirsiniz nəyə oxşadır sizin dediyiniz. Deyir o xalamın bığı çıxsaydı dayı deyərdim söhbətinə oxşadı. İndi o olsa nə olacaq, bu olsa nə olacaq? Yəni bu məsələlər qeyri-ciddi məsələlərdir Talib bəy. Siz Türkiyənin əleyhində olarsınız mən belə başa düşürəm. Xeyr, mən ümumiyyətlə Türkiyənin bu iddiana çıxış eləməsini istəmirəm. Eləsə Erdoğan eləsə. İstəmirəm. Mən bilirəm ki, Türkiyənin dövlət ağlı olmur. Yəni əleyhinə olsa bu Amerika bombalasa deyirəm və ya əleyhinə. Yox, bir dəqiqə üzr istəyirəm. Tarixi şərait yaransa, əldə eləyə bilsə nə gözəl. Amma bu çox təhlükəli ideyadır. Mən sizə sual verdim. İndi Amerikanın əsas arqumenti Türkiyənin dövlət ağlı da həyatı boyu nüvə dövləti olmaq Erdoğan da deyib bunu, Hakan Fidan da işarə vurub, Baxçalı da deyib, Türkiyənin CHP-dən başqa bütün siyasi elitası onu sizə görə deyirlər ki, biraz belə hava. Yox, üzr istəyirəm. Sizə görə kim danışır və Özgür Özel? Xeyr. İmamoğlu? Xeyr. Və kim danışır sizə görə? Danışırım. Və Hakan Fidan deyirəm, sizə görə deyir. Rəcəb Tayyip Erdoğan deyirəm, və ciddi adam kimi qəbul etsin onu? Bir dənə də... Yəni Talib bəy, sizin sualın cavabı belə oldu ki, sabah Türkiyə nüvə silahı əldə eləmək istəsə, İsrail və Amerika ona hücum eləsə, siz deyəcəksiniz beynəlxalq hüquqa görə düz eləyir. 3 il bundan qabaq Amerika var. Yox idi, onun nə dəxli var ki? Demək ki, siz 9000 illik türk dövlət ənənəsini tək Türkiyənin demirəm, amma içimiz qarışıq. Səlcuqlu olsun, nə bilim, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvi, Qacar, Osmanlı, kimi siz deyil. Bunlar hamısı axmaqdır, estağfurullah. Yəni bunların əlindən nüvə çıxsa, bunların əlindən nüvə keçsə, ağıllı, öz dövlətlərinin, öz tarixlərinin, nüvə keçsə, bunlar idarə eləyənməz. Vaxtilə Səfəvi idarə eləyirdi, Osmanlı idarə eləyirdi dünyanı. Bu ayrı temadır. Amma Türkiyə Renesans dövrünü biz də keçməmişik, Türkiyə də keçməyib, yaxın şərq bölgələrdə Renesans dövrü ilə şərqdən başlayıb. Xəbəriniz varsa, İspaniyada gelin oxuyun Renesans dövrü nəyə görə başlayıb, hansı əsasda başlayıb. Başqa bir məsələ. Bir aman ver də. Siz deyirsiniz ki, 1000 illik türk ağlı 3 dənə nüvə bombasını idarə edə bilməz. Amma Avropadan qaçan quldurların, oğruların, əxlaqsız qadınların qurduğu Amerika idarə edə bilər. Xeyr, mən qətiyyən elə demirəm və qətiyyən də sizin yanaşmanız həddən artıq mənim dediklərimi təhrif etməyə, kontekstdən çıxartmaq, Amerika Birləşmiş Ştatlarının quldarlar qrupu. Kim qurub? Quldarlar. Quldarlar, bəli. Və Avropadan qaçan quldurlar, oğrular, quldarlar da qurub, quldurlar da durub, səadət axtarmağa getmişdilər. Onun nə dəxli var bugünkü Amerikan siyasi sisteminə? Orada quldarlıq dönəmi olanda Türkiyədə heyvanların hüquqlarının müdafiə təşkilatları var idi. Xəbəriniz var? Azərbaycanın kəndlərində kanalizasiyalar var idi. Siz deyirsiniz ki, bizim əlimizə nüvə düşsə biz idarə eləyənmərik. Allah bizi sizlərdən qorusun. Bizə ümumilikdə 8892 nəfər ümumilikdə baxdı. 1 saat 21 dəqiqə 30 neçə saniyə ərzində. Təkcə YouTube üzərindən deyirəm, o biri platformalardan izləyə bilmirəm mən. Və bu 8944 nəfər oldu artıq. Bu adamların içində cəmi 327 fəal insan bu səs vermədə iştirak edib. Yəni hamı iştirak eləməyib. Əksəriyyəti fikirlərini rəylərdə yazıblar. 328 nəfərin isə burada da yekunlaşdırıram. Fikirləri cəmi 328 nəfərin 8944 nəfərdən. Kimin fikirləri azsın? 81% Tural Abbaslı, 19% Talih Şahsuvarlı oldu. 329 nəfər. Hələ ümid var xalqımızda. 329 nəfər. Mən xeyli pessimistləşdim. Yox, söhbət Mən xeyli pessimistləşdim. 9000-ə yaxın ümumi izləyən adam var. Təmsil elədiyiniz xalqı tanımırsınız. Bu hər halda siz də böyük partiya rəhbərisiniz. Belə də olub gözlənilirdi.